sizə görsənirmi uşaqlar? Müəllimə. Bəli. Görsənirəm. Səsim qırılıb eləyib. Bunu. Yox. Ekran kaydını alıram. Bəli. Qırılır səsim. Bəli. Aha. İndi deyirik ki, biz maddələri elektrolitlər və qeyri-elektrolitlər olmaqla iki hissəyə bölürük. Elektrolit dedikdə suda məhlulu və yaxud dərintisi elektrik cəryanını keçirirsə, bu maddələrə elektrolitlər deyilir. Elektrolitlərə aiddir turşularımız. Turşularımızdan sadəcə silikat turşusu bura aid deyil. Çünki silikat turşusu çöküntü turşudur. Qarışqa turşumuz, sirkə turşumuz hamısı elektrolitdir. Elektrik cəryanını sirkə turşusu zəif keçirdir, amma keçirdir. Suda həll olan əsaslarımız, yəni qələvilərimiz, qələvi torpaq metalların əsasları hamısı suda həll olur və elektrik cəryanını keçirdirlər. Və duzlarımız. Duzlarımızdan da suda həll olanları hamısı elektrik cəryanını keçirdir. Suda həll olanlar çünki iyonlara parçalanırlar. Biz də bilirik ki, fizikadan da bilirsiniz ki, elektrik cəryanını nə keçirdir? Müsbət və mənfi yüklü iyonlar. Düzdür? Burada da belədir ki, suda həll olurlar, iyonlara parçalanırlar və ona görə də elektrik cəryanını keçirdirlər suda həll olan maddələrimiz. Qeyri-elektrolitlərimiz isə elektrik cəryanını keçirməyənlərdir. Bura qazlarımız aiddir. Misal üçün hidrogen qazı, oksigen qazı, spirtlərimiz aiddir. Spirtləri tanıyırsınız. Karbohidratlarımız aiddir. Keçmisiniz, bilirsiniz karbohidratları. Silikat turşumuzdur, suda həll olmayan əsaslarımızdır, çöküntü olan duzlarımızdır ki, elektrik cəryanını keçirmir. Əgər maddə elektrik cəryanını keçirdirsə, burada məhluldur. Burada da lampa qoymuşamsa, keçirdən maddədirsə, lampanın işığı yanacaq. Belə xəttlər, test topuda buna aid sual var. Yox, keçirməyəcəksə, lampanın işığı yanmayacaq. Daha sonra bunları dedikdən sonra deyirik ki, elektrolitik dissosiasiya. Elektrolitik dissosiasiya elektroliti suda həll etdikdə maddənin iyonlara parçalanmasına deyilir və yaxud da əritdikdə. Misal üçün natrium xlordur. Natrium xlorun dissosiasiyasından alınır natrium müsbət iyonu və xlor mənfi iyonu. Bu dərsi yaxşı başa düşmək üçün duzlar dərsini, oksid əsas turşu duz dərsini yaxşı bilmək lazımdır. Əgər bilmirsinizsə, bir zəhmət gedin təzədən onlara baxın. Onu bilməsəniz, bunu da öyrənə bilməyəcəksiniz bu bölməni də. Oranı qəşəng bilmək lazımdır. Oranı bilməyən bu bölməni öyrənməsi mümkün deyil. Bu prosesimiz adlanır dissosiasiya. Bu prosesin əksi isə adlanır assosiasiya. Yəni iyonların geriyə birləşməsi. Deyirik ki, elektrolitik dissosiasiyamız suda həll olan maddələrimizdədir. Yəni suda həll olan turşularımız, əsaslarımız, duzlarımızdır. İndi gəlin bir-bir baxaq bunlara. İlk öncə test topluya əsasən burada bəzi sualların izahını vermək istəyirəm. İlk öncə deyirik ki, misal üçün alüminium klorit. Burada nə qədər iyon var? Nə qədər iyon var? Siz buna turşu qalığı kimi baxın. Burada bir dənə alüminium 3 müsbət iyonu var. Bir də 3 xlor mənfi iyonu var. Deməli, ümumilikdə 4 dənə iyon var. Bəs desəm, burada nə qədərdir? Mən deyirəm, iyon sayını tapın. Sonra uşaqlar baxırlar atom sayına. İyon sayı deyəndə turşu qalığı və metal atomu kimi baxırsınız. Bu ikincidə nə qədər iyondur? 2 dənə alüminium, 3 dənə sulfat iyonu. Yəni, alüminium 3 müsbətdən 2 dənə, 3 dənə də SO4, 2 mənfidən. Düzdür? Deməli, iyon sayımız olacaq 5 dənə. Atom sayını demədim ki, atom sayı desəydim görün necə olacaqdı. Desəm ki, bunlardan hansı daha yaxşı elektrik cəryanını keçirdir? Yadda saxlayın. 1 molunda çox olan daha yaxşı keçirdər. Misal üçün, alüminium kloritlə alüminium sulfatı hərəsini 1 mol götürsəm, sual versəm ki, hansı daha yaxşı elektrik cəryanını keçirdir? Deyərsiniz ki, alüminium sulfat. Səbəbi nədir? Səbəbi odur ki, orada daha çox iyon var. İyonu daha çoxdursa, deməli, daha yaxşı elektrik cəryanını keçirdəcək. Aydın oldu? Bunları da dedikdən sonra. Misal üçün, belə bir maddə verəcək, deyəcək ki, bu hansı iyon ola bilər? Ortada müsbət nüvə, ətrafında mənfilər.
Yadda saxlayın, dairədə kənarda mənfilər düşübsə, deməli bu mənfi aniondur. Mənfi olanı götürəcəksiniz. Deməli bu xlora aiddir. İndi görəcəksiniz bu tip sualı, onda başa düşəcəksiniz. Sonra qarşınıza çıxa bilər ki, kationu göstərin. Onları bilirsiniz də, bir də onları deməyimə ehtiyac yoxdur. Müsbət yüklü olan kationdur, mənfi yüklü olan aniondur. İndi özünüz də elektrolitik dissosiasiyanın ilk bölməsində görəcəksiniz. Bunları da dedikdən sonra gəlirik əsas məsələyə. Turşuların, əsasların, yəni qələvilərin, duzların dissosiasiyasına. İlk öncə turşuların dissosiasiyasına başlayırıq. Yadda saxlayın ki, turşularda hidrogen tək-tək qopur. Yəni, bu o deməkdir ki, bir əsaslı turşularımız bir mərhələdə dissosiasiya edir, iki əsaslılar iki mərhələdə, üç əsaslılar üç mərhələdə dissosiasiya edir. Yəni, misal üçün, HNO3 dissosiasiya edir H müsbət ionunu və NO3 mənfi ionunu. Bir mərhələdə dissosiasiya edir. Amma H2SO4-ü götürsəm, dissosiasiya edəcək H müsbət və HSO4 mənfi. Sonra HSO4 mənfi də gələcək, dissosiasiya edəcək H müsbət və SO4 2 mənfiyə. Deməli, sulfat turşusu iki əsaslı turşudur, iki mərhələdə dissosiasiya edir. Nitrat turşusu bir əsaslı turşudur, bir mərhələdə dissosiasiya edir. Ortofosfat turşusu üç mərhələdə dissosiasiya edəcək. Pirofosfat turşusu 4 mərhələdə dissosiasiya edəcək. Fosfit neçə əsaslı turşudur? Biz bilirik ki, istisna halda iki əsaslı turşudur. Deməli, 2 mərhələdə dissosiasiya edəcək. Və yaxud da hipofosfit neçə mərhələdə dissosiasiya edəcək? Bir əsaslı turşudur, bir mərhələdə dissosiasiya edəcək. Dissosiasiya mərhələləri də belədir. Bunların dərs izahını da, test izahını da hamısını da təzədən yeni atacağam. Həm indi izah elədiyimi atacağam, həm əvvəl izah elədiyimi atacağam. Hansını istəyirsiniz, ürəyiniz baxın. Bunun ən birinci izah elədiyim dərs izahı da var onsuz. Sonra... Bunlar da deyərsiniz də bunların dissosiasiyasını. Deyirəm də, nəyin dissosiasiyasını deyim? Bunların bu ikisinin. Hə, H3PO3-ün dissosiasiyası dediyi iki əsaslıdır. Alınır H müsbət və H2PO3 mənfi. Bir də H2PO3 mənfi dissosiasiya edir H müsbət və HPO3 2 mənfiyə. Burada dayanır. Bunun ardı yoxdur. Çünki bu özündən o hidrogen fosforu birləşibdir. Onu qoparda bilmir. Hidrogenin biri. Və yaxud da H3PO2-nin bir mərhələdə dissosiasiya edir. Sadəcə bir dənə hidrogen atomu qopa bilir. Çünki o geriyə qalan 2 dənə hidrogen atomunun ikisi də fosfora birləşibdir. Aydın oldu? Bəli, mənim aydındır. Sonra bunları dedik. Gəlirik əsasların dissosiasiyasına. Uşaqlar, əsaslar da biz bilirik ki, bizim yalnız suda həll olan əsaslarımız dissosiasiya edir. Suda həll olan əsaslarımız da qələvlərimizdir ki, natrium OH, kalium OH, litium OH bunlardır. Misal üçün, litium OH dissosiasiya edəcək, alınacaq litium müsbət və OH mənfi ionu. Yəni, hamısı bir əsaslı, bir turşulu əsaslardır. İki turşulu olanlara aiddir kalsium OH2, bir də barium OH2. Bunların dissosiasiyası OH-ın sayına görə 2 mərhələdə gedir. OH da hidrogen kimi tək-tək qopur çünki. Buradan alınır kalsium OH müsbət və OH mənfi ionu. Sonra kalsium OH müsbətimiz təzədən dissosiasiya edəcək kalsium 2 müsbətə və OH mənfiyə. Deməli, OH-ın sayı 2 dənə olanlardır, 2 mərhələdə dissosiasiya etdi. OH-ın sayı 1 dənə olanlar isə 1 mərhələdə dissosiasiya etdi. Bu da olur əsasların dissosiasiyası. Sonra keçirik qələvlərdən sonra duzlarımızın dissosiasiyasına. Yadda saxlayın, normal duzlar, 2 qat duzlar və qarışıq duzlar birbaşa dissosiasiya edir. Nə edir? Birbaşa dissosiasiya edir. Yəni necə? Natrium karbonat versəm, birbaşa dissosiasiya elətdirəcəksiniz. Alınacaq 2 mol natrium müsbət ionu və CO3 mənfi ionu, 2 mənfi ionu. Və yaxud da bir dənə 2 qat duz deyim, natrium, kalium, SO4 birbaşa dissosiasiya edəcək. Natrium ionu, kalium ionu, SO4 2 mənfi ionu. Həmçinin qarışıq duzlarda
kalsium, xlorid, bromid birbaşa dissosiasiya edəcək. Kalsium 2 müsbət ionu, xlor mənfi ionu, brom mənfi ionu. Aydın oldu? Bəli. Yaxşı. Sonra bunları da dedik. Sonra deyirik ki, duzlardan. Gəlirik turş duzların və əsasi duzların dissosiasiyasına. Turş duzların dissosiasiyasında yadınızda saxlayırsınız ki, hidrogenin sayının üzərinə 1-i gəlib tapırıq. Misal üçün, natrium HSO4 veribsə, deməli bu 2 mərhələdə dissosiasiya edir. Birinci mərhələ və ikinci mərhələ yazırıq. Birinci mərhələdə alınır natrium müsbət və HSO4 mənfi ionu. Sonra alınan HSO4 mənfi ionu özdə dissosiasiya edir. Alınır H müsbət və SO4 2 mənfi ionu. Deməli, turş duzlarda dissosiasiya sayını tapmaq üçün deyəcəksiniz ki, hidrogenin sayının üzərinə 1 gəl tap. Çünki əvvəlcə metal atomu qopur, sonra isə hidrogen atomu qopur. Misal üçün, natrium dihidroortofosfat onda neçə mərhələdə dissosiasiya edəcək uşaqlar? 3 mərhələdə. Çünki Amma hidrogen... bayaq dediklərimiz olanda turşu qalığı bu aid deyildi ona. Yox, turşular başqadır, turşsuzlar başqadır. Turşularda dedik ki, hidrogenin sayı turşu qədər, qalığı H3PO3-ün olsaydı. o da elə eynidir. Misal üçün, H3PO2-nin istənilən bir duzu bir mərhələdə dissosiasiya edir. Çünki o bir əsaslıdır, o ancaq normal duz verir. Amma fosfitdə, misal üçün, natrium H2PO3 bu 2 mərhələdə dissosiasiya edəcək. Siz bu turşunu yadda saxlamalısınız ki, bu fosfit turşusudur. Həmişə 2 mərhələdə, istər özü, normal duzundan başqa digər turş duzu 2 mərhələdə dissosiasiya edəcək. Sonra gəldik əsasi duzların dissosiasiyasına. Əsasi duzların dissosiasiyası misal üçün kalsium OH xlorid. Buradan alınır kalsium OH müsbət ionu və xlor mənfi ionu. Sonra kalsium OH müsbət ionu parçalanır kalsium 2 müsbətə və OH mənfiyə. Aydın oldu? İndi deyirik ki, burada da əsasi duzlarda da OH-ın sayının üzərinə 1 gəlirik, bilirik neçə mərhələdə dissosiasiya edir. Əsasi duzun tərkibində OH 1 dənədirsə 2 mərhələdə, 2 dənədirsə 3 mərhələdə dissosiasiya edəcək. Burada OH bir dənə idi deyə, deməli 2 mərhələdə dissosiasiya edir. Aydın oldu? Amma misal üçün alüminium dihidroksixloridimiz dissosiasiya edəcək 3 mərhələdə. Aydın oldu? Bir də gəlirik dissosiasiya dərəcəsinə, yəni alfaya. Alfa bərabərdir dissosiasiya etmiş molekulların sayını, yəni kiçik eni bölürsən ümumi molekulların sayına və yaxud da alfa bərabərdir kiçik en bölünsün böyük en vurulsun 100% ifadə edirsən. Bu nədir? Yadınızda saxlayın. Misal üçün 100 dənə molekul vermişəm. 100 molekulun 50 dənəsi dissosiasiya edibdir. Onda dissosiasiya dərəcəsini tapmaq üçün 50-ni böldük 100-ə, vururuq 100-ə, olur 50%. Aydın oldu? Ben baxacağım yenə ki, bunları başa düşəsiniz. Bunları dedi, indi bunlara aid məsələləri elə test topludan birbaşa göstərəcəm sizə nümunə kimi ki, oradan tətbiqini bilək. Bir də bizim burada nəzəri olaraq bilməli olduğumuz o qaldı ki, dissosiasiyasına təsir edən amillərimiz. Deyirik ki, dissosiasiyaya 2 dənə amil təsir edir sabitinə, dərəcəsinə. Məhlulun qatlığı sabit təsir edir, bir də temperatur təsir edir. Deyirik ki, dissosiasiya dərəcəsi elektrolitin qatlığı ilə tərs mütənasibdir. Yəni, elektrolitin qatlığı nə qədər çox olarsa, dissosiasiya dərəcəsi azalar. Ona görə deyirik ki, dissosiasiya dərəcəsi duru məhlullarda daha yaxşı olur. Çünki duru məhlullarda alınan dissosiasiya nəticəsində alınan ionlar görüşməsi çətin olur və onlar yenidən qayıtmırlar əvvələ. Amma qatı məhlullarda tez bir-biri ilə toqquşurlar deyə assosiasiya edib geriyə qayıdırlar. İkincisi isə deyirik ki, qüvvətli elektrolitlərin dissosiasiya dərəcəsi temperaturu ilə tərs mütənasibdir. Zəif elektrolitlərdə isə
düz mütənasibdir. Yəni qüvvətli elektrolitlərimiz temperatur artdıqca onların dissosiasiya prosesi azalır, zəif elektrolitlərimizdə isə artır. Bunları da dedik, əzbər atdığım konspektdə də olacaq, əzbərləyin. İndi gəlin bir yerdə buna aid suallara baxaq. Sabah indi mənə bunu hər kəs yazıb şəkillərini atar. Başla. Bir-bir baxacam. Nuranə, sənə də aiddir. Şəkillərini atarsan, yadından çıxmasın. Fatimə, sən də amma. Fatimə deyəcək, il ərzində 3-cü dəfədir ya da 4-cü dəfədir bu mövzunu yazıram. Hə, Fatimə? Bu işi əzbərləmişəm. Elə olmaq lazımdır, elə. Hə. Hə, baxın bura gəldik. İndi burada hansı elektrolitdir, hansı xlorid iyonu, bunlar asandır da. Bunları deməyimə ehtiyac yoxdur yəqin ki, amma sualınız olsa yenə verərsiniz. Əsas baxın, mən burada 21-i deyir. Elektrolitlə qeyri-elektrolit dedik. Nə? Elektrolitlə qeyri-elektrolitin fərqini dedik nə idi? Saymadım əvvəldə elektrolitlə qeyri-elektrolit nədir? Hansılardır? Bir elektrik cəryanını keçirdir, bir elektrik cəryanını Onlar heç keçirmir. yəni maddə verəndə onu seçmək deyirəm. Niyə demədik? Demədik suda həll olan əsaslar, turşular, bir dənə Elektrolit. silikat turşusudur, onlar elektrolitdir, o birlər ki. Hə, vəsə, bildim. Aha. Deməli, 21-də ən kənarda olanlar müsbətdir. Deməli, X-in müsbətdir. Y-in isə kənarda olanlar mənfidir. Y-in mənfiymiş. Buna əsasən deyək. Birinci mövzuda çətinliyiniz olacağını düşünmürəm. 40-41-ci sual iyon mübadiləsi reaksiyalarına aiddir. Bilməsəniz eybi yoxdur, mən deyəcəm. Amma bunun video izahı da olmalıdır, baxarıq. Mənə əsas maraqlıdır burada. Sizin çətinliyiniz olacaq elektrolitik dissosiasiyaya aid hesablamalara. Burada bir neçəsinə baxaq. Deyir ki, dəmir 2SO4 üçün 2 molunun tam dissosiasiyası zamanı neçə mol iyon əmələ gələr? Burada maddəm nədir? Dəmir 2SO4 3. Burada nə qədər iyon var? 5 dənə. 1 molunda 5 dənədirsə, 2 molunda nə qədər olacaq? 10 dənə. 5. 5 deyir. 5-i vurursan 2 10 olur da. Sonra dissosiasiya dərəcəsi deyirik ki, burada sabit olacaq 6-da. Sonra 7-də deyir ki, məhlulda sirkə turşusunun dissosiasiya dərəcəsi 2,8%-dir. Bu məhlulda sirkə turşusunun hər bir molekuldan neçəsi dissosiasiya etməmiş haldadır. Dissosiasiya dərəcəsi 2,8%-dirsə, deməli 2,8-i dissosiasiya edibdir. Bəs neçə faizi dissosiasiya etməyibdir? 100-dən çıxıram 2,8-i, qalır 97,2. Sonra da 1000-in 97,2%-ni taparam, o da eləyər 972. Sonra bunların izahları da var, yenə də atacam, oradan-buradan deyirəm yenə. 13-cü sualda mol miqdarını taparam. Bu 0,4-dür, bu 0,5-dir. Vuraram 0,4-ə, 0,5-ə. S bərabərdir nü böl V düsturuna əsasən, nü bərabərdir S vur V. Qatlığı vururam həcmi. Eləyir 0 tam 100-də 2 eləyir də. 100-də 2 eləyir, 10-da 2 eləyir, 0,2. 0,2 molunda 0,6 iyon var imiş. Onda 1 molunda nə qədər iyon var? 3 dənə. Aydın oldu? Yəni, bu tip suallardır ki, bunların hamısına baxacaqsınız. Bəli. Deməli, bunların indi hamısının onsuz da izahı